Diqqət! Azərbaycanda yüzlərlə məktəbdə ciddi pozuntular aşkarlandı, siyahı açıqlandı. Ötən ay 263 məktəbdə ciddi sanitar pozuntular müəyyən edilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, cari ilin mart ayında ümumilikdə 390 ümumi təhsil müəssisəsində monitorinq keçirilib. Monitorinqlərin nəticəsində 23 məktəbdə yararlılıq müddəti bitmiş, 5-də isə bufetdə satılması qadağan edilən məhsullar aşkarlanıb. Yararlılıq müddəti bitmiş və satılması qadağan edilmiş məhsullar satışdan kənarlaşdırılıb. Aşkar olunmuş uyğunsuzluqlarla bağlı məsul şəxslər barəsində inzibati tədbir görülüb, icrası məcburi göstərişlər verilib. Eyni zamanda məsələnin ciddi şəkildə nəzarətə götürülməsi üçün Elm və Təhsil Nazirliyinə və regional təhsil idarələrinə məktublar ünvanlanıb.